Ona uyğun ayaqqabı falan da seçmişəm. Kombinimi sizə göstərim. Bütün çantalarımdan əksik eləmədiyim o tripod. Yəni məncə müq oldu. Bir də universitetin qabağında olmalıyam. İndi mahnımızı qoyub gedirik. Öz rakursumdan göster. Ve o kız geliyor şu an. Özümlə gətirdiyim ayaqqabılarımı geyinirəm. Mən bu ayaqqabılarım da var. Bilirsən sən onu. İndi gəlmişik ikinci dərsə. Fənin adı nədir? Çünki biraz yavaşladılar. Dərsimiz bitdi. İndi Elim bir şeye değmez. nihayət evə çatdım. Heç nə gedib kinoya baxa-baxa yemək yeməyi planlayıram. Hamıya salam. Kanalıma xoş gəldiniz. Yeni bir video ilə qarşınızdayam. Bugün sizə istəyirəm, yəni bir gün ərzində nələr eləyirəm videosu çəkim. Yəni bir günlük vlog. Və onu da demək istəyirəm ki, yəni ikinci semestrin ilk günüdür bugün. Yəni universitetin ilk günüdür. İkinci semestr olaraq. Və ikinci smenəm. Gözlərim də şişibdir. Yuxudan indi durmuşam. Və 11-in yarısıdır indi hazırda saat. Nəysə, çox acımışam. Gəlmişəm özümə yemək hazırlayım. Nəsə hazırlayaq özümüzə. Bu arada havanı belə göstərmək istəyirəm. Bayaq dumanlı idi səhər tezdən duranda. Ayrıca sen niye hiçbir şey söylemedin? Abim ayrılacaksınız dediğinde neden ısrarla kimse bizi ayıramaz demedin? Yeməyimi yedim. İndi biraz yerimin içində kinoya baxacağam. Ondan sonra durub hazırlaşacağam. Deməli, dərsin ilk gününə nə geyinəcəm? Dünəndən kombinimi artıq ayarlamışam. Yeni aldığım bu geyimləri dəstləşdirmişəm. Ona uyğun ayaqqabı falan da seçmişəm. Yəni indi geyinəndən sonra baxarıq. Gedirəm geyinməyə. Bu formada. Ayaqqabı olaraq da bunu geyinirəm. İndi sıra çanta seçimindədir. Bu kombindən nə çantası uyğun gedər? Baxıram. Bu necədir? Məncə bu olar. Otağımın vəziyyətini görməyin də, yəni geyim falan. Yəni buranı biraz yığışdırmaq lazımdır, açığını desəm. Yəni görüntülərdə görünməsə yaxşıdır. Nəysə, mən bunun içini yığıram. Nələr ki lazımdır. Yəni bir qıza ki nə lazımdır, hamısını qoyacağam içinə. Deməli, deyəcəksiniz bu nədir? Kameram üçün bir qabdır. Belə mikrofonumu götürürəm ki, yəni orada sizə rahat çəkiliş eləyə bilim. Ən önəmlisi cüzdan. Olmazsa olmaz və bütün çantalarımdan əksik eləmədiyim o tripod. Lip bandı da götürürəm. Bunu bilmirəm niyə götürürəm, yəni. Bir də karandaşlar. Yəni deyə bilərsiniz ki, Dəftərdən başqa hər şeyi götürürsən. Nəyə görə? Çünki dərsin ilk günüdür. Yəni mən ümumiyyətcə hər fəndən bir dəftər tutan biriyəm. Yəni bilmirəm niyə bu qədər bekar adamam. Amma yəni dərsin ilk günüdür deyə, yəni onsuz da il boyu özümü yükləyəcəm də. Ona görə fikirləşirəm ki, ilk günü dəftər götürməyim. Çünki bilirəm ki, dəftərlik heç bir şey olmur. Həmişə götürürəm, yəni boşuna qayıdıram. Uzaqbaşı kimdənsə kağız götürərəm, indi bilmirəm. O fədakar insan kim olacaq? O sırada heç kim dəftər gətirməyib, təsəvvür eləyin. Eyb yox, o da bir plusdur. Sırğalarımı taxıram. İlk günə belə böyük bir sırğa taxacağam. Əslində incə bir sırğadır, yəni sadəcə uzundur. Taxaq gəlirəm. Burada taxa bilməyəcəm. Belə vanil ili qoxulu duxu vururam. Hazırım. Əvvəlləri saat neçədə evdən çıxırdım yadımda deyil. Yəni əvvəlləri deyəndə, yəni birinci semestr evdən neçədə çıxırdım yadımda deyil, açığını desəm.
İndi saat 1-ə işləyir. Yəni ümid eləyirəm ki, ləngimirəm. Həqiqətən yadımdan çıxıb. Nəysə, istəyirəm bir stəkan da çay içim də, yəni gedirəm, axşama kimi ordayam. Belə, ona görə indi şokoladla çay içəcəm, ondan sonra evdən çıxacağıq. Üstümdən də belə kurtka geyindim. Yəni məncə müq oldu. Saat gördüyünüz kimi 12:37-dir və 1-də universitetin qabağında olmalıyam. Ümid eləyirəm ki, çatarıq. Maşını biraz qızdıracağıq. Bir 3 dəqiqə falan kifayət eləyir. Öz ayakkabısından geldi. Ve o kız geliyor şu an. Necesin? İyi görüşürüz. Hiç Allah hakkı mamama desem mamam bu kadar tezliklə tapmazdı maşının yeri. Axır ki. Deməli, vlog çəkirəm hazırda. Dərsin ilk günü ilə bağlı təəssüratlar bu denən. Eşittim qayıp yazmayacaq. Onda qayda. Ne var? Oradan yazılmır. Grupa yazmışlar. Ayda, keş gəlməzdi. Mən də Bak hazırlaşdım. evden çıkandık çünkü. Wow. Bəli dostlar, indi özümlə gətirdiyim ayaqqabılarımı geyinirəm. Mən burada ayaqqabılarım da var, bilirsən sən ona. Ona görə mən krasovka götürmüşdüm. Kulük özümdən yekəm. Fidan həvəslə, sevinclə gedir instituta, universitetə. Sevirərsə, o qədər sevinirdi ki, dünəndən özünü şey deyir ki, ağrıyır, sevgilim. universitetə istəyirəm. Start veririk yeni ilə. Deməli, bugün bizim 3 dərsimiz var. Birinci dərsimiz mühazirədir. Elə bildim kimsə çağırır. Hə, birinci dərsimiz mühazirədir. Nə fənn də birinci? Televiziya jurnalistikası. Televiziya jurnalistikası. İkinci fənnimiz nədir? O da. Kivin nə bilim nə hüququnun qorunması. Hə, elə bir şeydir. İmtahanda məncə adını daha yaxşı əzbər biləcəyəm. Öz hisslərinizi bölüşün dərsin ilk günü ilə bağlı. Deməli, uşaqlar, mən elə bilirdim ki, universitet üçün çox darıxmışam, amma heç darıxmamışammış, yəni. Bütün motivasiyamı yerə vurdular, sağ olsun. Nəysə, müəllimin gəlməyinə az qalıb, saniyələr qalıb. Görək bu müəllim kimdir, nədir deyəcəyəm. Bu müəllim kimdir? Bu tanıyır dediyinə görə, yəni deyir çox yaxşı insandır. İndi bilmirəm, yəni elə bil İndi 3-cü dərsimizdəyik. Bundan əvvəlki müəllim səncə necə müəllim idi? Müəllimin favori sözünü tutdum. Biləsiniz ki, müəllimin favori sözü. Biləsin. İndi bundan əvvəlki fənin seminarıdır indi. Görək necə müəllim olacaq. Deməli dostlar, dərsimiz bitdi. İndi evə gedirik. Əlim bir şeyə dəyməz. Dərsdən sonra dedik gələk bura. İstəyirəm bir qələm falan alım. Heç kim görmədi. Yox. Deməli nələr aldım onları göstərim. Belə 3 dəftər götürdüm hələ ki. Bir də qələm götürdüm. Oxuyan uşaq. Getdik. Başımın tükü. Dostlar, maşına gəldim. İndi gedirəm evə. Tıxaca düşəcəm böyük ehtimal. Nihayət evə çatdım. İndi əşyalarımı götürüb evə qalxacam. Acımışam dəhşətlə, yəni. Heç nə, gedib kinoya baxa-baxa yemək yeməyi planlayıram. Deməli dostlar, yeməyimi yemişəm, çayımı içmişəm. İkinci stəkanımı içmişəm, nəysə. Və indi üzümü gedib yuyacağam. Əynimə rahat bir şeylər geyinib
yerimə girəcəm. Amma əlbəttə ki, yatmayacağam. Yəni mən bu vaxtı yatan biri deyiləm. Saat 11-ə işləyir. Yerimə girib kinoya falan baxacağam. Yəqin ki, 1-2 saat falan kinoya baxaram. Sonra yataram. Yenə də eyni monoton rutinlə səhər də dərs falan belə. Üzüm üçün bir neçə maska almışam. Da yəni evdə uygulamaq üçün. Yəni hərəsinin bir funksiyası, bir belə deyim də xüsusiyyəti var bu maskaların. Hər gün birini eləyirəm. İndi bu gün də yəqin ki, birini eləyərəm. Günümlə bağlı öz təəssüratlarımı deyəcəm. Necə keçdi? Demək olar ki, günümün çox hissəsi universitetdə keçdi. Özünüz də gördünüz də. Axşam saat 7-də qurtardı və evə də probka ilə, tıxacla 1 saata falan çatdım. Yəqin ki, elə olar. Yəni 8-ə falan çatdım da evə. Belə biraz da şəkil falan çəkdirdim deyə o da vaxtımı apardı. Ona görə ümumilikdə 8-ə falan çatdım evə. Ümid eləyirəm ki, video maraqlı olub sizlər üçün də. Əgər videonu bəyəndinizsə, like atıb kanala abunə olmağı unutmayın. Belə videoların davamlı olaraq gəlməyini də istəyirsinizsə, yəni gəlməsini də istəyirsinizsə, rəylərə yazarsınız, mütləq baxacağam. İstəkləriniz varsa, rəylərə mütləq yazın. Yəni hamısına baxacağam mütləq, bacardığım qədər. Belə. Sağ olun.